şəriətdə gəlibsə, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm xəbər veribsə, biz birbaşa, şübhəsiz, sualsız qəbul etməliyik Peyğəmbərimizin sallallahu əleyhi və səlləm xəbərlərini. وَمَا يَنطِقُ عَنِ الْهَوَىٰ Bəzən ola bilər ki, insan deyər ki, bu məsələ hansısa bir hədisdə, Quran ayəsində olan məsələ mənim ağlıma girmir. Ağlımla oturuşmur. Ola bilər. Şərt deyil sənin ağlınla oturuşsun, sənin ağlıva yatsın. Bu ola bilər ki, sənin ağlının naqisliyindən olsun, mənim ağlımın naqisliyindən olsun, mənim ağlıma yatmasın. Amma şəriətdə gəlibsə, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm xəbər veribsə, biz birbaşa, şübhəsiz, sualsız qəbul etməliyik Peyğəmbərimizin sallallahu əleyhi və səlləm xəbərlərini. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm bir dəfə səhabələrinə təəccüblü bir hədis barəsində xəbər verib. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm köhnə ümmətlər haqqında buyurur ki, bir vaxtda bir kişi öz inəyinin üstünə minir, onu sürmək istəyir. İnəyi ona dönüb deyir ki, biz bunun üçün yaranmamışıq. Biz tarlada əkin üçün yaranmışıq. Səhabələr təəccüblənirlər. Deyirlər ki, subhanallah, inək danışır. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, mən də buna iman getirmişəm. Əbu Bakır da buna iman edib. Ömər də buna iman edib. Yəni, bu xəbərə nə qədər təəccüblü olsa belə, inəyin, heyvanın danışması, mən də iman etmişəm. Ömər də, Əbu Bakır da, Allah onlardan razı olsun. Allahın salavatı və salamı Peyğəmbərimizə sallallahu əleyhi və səlləm olsun. Çünki onlara qərib məsələ idi inəyin danışması. Çünki bundan əvvəlki ümmətlərdə Yusuf əleyhissalamın qissəsində canavarın danışması və s. Bunlar onu göstərir ki, Allahın izni ilə Allah istəsə heyvanla danışır. Allah istəsə qiyamətə yaxın ağaclar dilə gələcək, Dəccalın yerini göstərəcək. Bunlar bizə xəbər verilib. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm tərəfindən, Allah tərəfindən xəbər verilib. Biz də ona iman getirmişik. Necə ola bilər, nə tər ola bilər bizə maraqlı deyil. Hətta başqa hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm başqa bir xəbər verir. Deyir ki, bir gün bir kişi qoyun otarırdı. Çoban idi, qoyun otarırdı. Bir qurd gəlib onun çobanın quzusunu oğurlayıb qaçdı. Və çoban qaçıb onun əlindən quzusunu aldı və qurd dilə gəldi. Dedi ki, sən mənim əlimdən aldın. Heç bir kəsin olmadığı bir gündə, yəni yırtıcı heyvanların olduğu bir yerdə, sən olmayan bir yerdə onu mənim əlimdən kim alacaq? Sahabələr təəccüblənirlər. Deyirlər ki, qurd danışır. Peyğəmbər sallallahu əleyhi və səlləm yenə deyir ki, mən iman etmişəm, Əbu Bakır iman edib, Ömər iman edib. Yəni, imanı kamil idi onların və Peyğəmbər sallallahu əleyhi və səlləmin xəbərini necə təsdiq etdiyin göstərirdi. Necə ki, bundan başqa da misallar var. Əbu Bakır radiyallahu anhunun yanına Qureyş kafirləri gəlib, Qureyşli müşriklər gəlib deyəndə ki, sənin Peyğəmbərin iddia edir ki, o bir gecədə Məkkədən Əqsa şəhərinə, Qüds məscidinə, Qüds şəhərinə gedib, oradan da göyə qalxıb, yəni şübhə atmaq istədilər Əbu Bakır radiyallahu anhuna. Əbu Bakır radiyallahu anh deyir ki, mən bundan daha təəccüblü şeyə iman etmişəm. Mən iman etmişəm ki, Allah subhanahu ta'ala bizə Peyğəmbəri vasitəsilə danışır, məktub göndərir, xəbərlər göndərir. Yəni, göydən bir vəhyin enməsi ondan daha təəccüblü şeydir. İnsan sehirbazlar da uça bilər, gedə bilər, nəsə eləyə bilərlər. Yəni, burada təəccüblü bir şey əslində təəccüblüdür, amma o qədər təəccüblü deyil. Allah səninlə danışır, sənə məktub göndərir, sənə xəbər göndərir ki, bunu elə, bunu eləmə. Buna iman etmişəm. Onların imanı kamil idi. Sən Muhammedin Allahın elçisi olmağını şəhadət getirirsənsə, sənə labüddür ki, bu ağlıva ziddiyyət getirsə belə, onun xəbərlərini qəbul edəsən. Baxmayaraq ki, Peyğəmbərin sallallahu əleyhi və səlləmin xəbərləri, getirdiyi xəbərlər ağıllara ziddiyyət daşımır, ağıllara zidd deyil. Sadəcə bəzi insanların ağıllarına ziddiyyət ola bilər. Elə bilər ki, bu ağılla ziddir. Əksinə, insan ziddiyyət olduğunu görərsə şəriətdə, ağlını ittiham eləməlidir, ağlını qırağa qoymalıdır, məzhəbləri qırağa qoymalıdır, kimlərinsə sözünü qırağa qoymalıdır.
Yəni Allah Rəsulunun sallallahu əleyhi və səlləm sözünün qarşısında heç bir kəlamı qoymalı deyil. Əgər insan qurtuluş istəyirsə.